Bağışlayan və mehriban Allahın adıyla. Hər vaxtınız xeyir izləyicilər. Şübhədən inanca verilişinin yeni buraxılışı ilə görüşünüzə gəlmişik. Bugün biz Əhl-i-Beytə məhəbbət haqqında müzakirə aparacağıq. Müzakirəyə bağlı verilişimizə Hacı Əhliman Rüstəmovu dəvət etmişik. Hacı, xoş gəlmişsiniz. Çox sağ olun, təşəkkür. Şübhədən inanca verilişində qeyd etdim. Əhl-i-Beytə məhəbbət bu barədə müzakirə aparaq. Hacı, ilk sual belə olacaq ki, Əhl-i-Beytə məhəbbət bunu necə anlaya bilərik, necə bu haqda danışa bilərik? Bu barədə nə demək olar? Bismillahirrahmanirrahim və bihi nəstəyin. Allah Teala'nın salavat salamı olsun Peyğəmbərə və Əhl-i Beytinə və möminlərə. Əhl-i Beytə məhəbbət mövzusunda deməli belə danışaq. Əvvəldə biraz insanın məhəbbət mövzusundan bir balaca danışaq, bir neçə cümlə çərçivəsində. Ümumiyyətlə bu məhəbbət insana lazımdır bu mövzudur. Və belə çox dərinə getməsək, qısa bir şəkildə danışsaq, biz görürük ki, bəli, bu vacibdir insana. Su kimi, hava kimi vacibdir. İnsan məhəbbəti olmalıdır kiməsə, nəyəsə. Bu, bəzən insanın özündən asılıdır, bəzən insanın özündən asılı deyil. Və buna dəlillərimizdən də biri budur ki, heç dünyanın bu qədər gedişatında heç kim məhəbbət mövzusuna mənfi baxmayıb. Əksinə, məhəbbəti zəif olanlara mənfi baxıb. Bu bir dəlildir. İkincisi, insan özü vicdanən hiss edir onu. Yəni, bəzi şeylərimiz var, biz onu deyirik ki, dəlili nədir? Deyirik, ümumun vicdanı, insanların vicdanı. Hamı bunu bu cürə qəbul edir. Heç övladını sevənə görəsən, pis baxan var, yox. Bunun dəlili nədir? Dəlili həm gedişat göstərir, həm də ümumun vicdanı ki, övladını sevdiyinə görə adama təni eləməzlər ki. Yaxşı. Və bu məhəbbəti biz özümüz də yaşayıb, hiss edirik, görürük onu. Ki, məsələn, bir övlada məhəbbət deməli lazımdır. Yaxşı. Və başqa-başqa sahələrdə bu məhəbbət, eşq barəsində ki, dünyanın ədəbiyyatı onun hesabına dayanır. O qədər sevgi, məhəbbət dastanları yaranıb. Qaldı ki, dahilərin dilində gəlib, bütün asmani dinlərin də hamısının dilində, kağızında, dəftərində o sevgi barəsində nə deyil, möhkəm elə bil göstərişlər var. Möhkəm göstərişlər var. İslam ki, bu dinlərin hamısının kamilidir. Onun 5 dənə üsul-i-dini var, 10 dənə də furu-i-dini. 10 dənə furu-i-dinin ikisi məhəbbətə aiddir. Yəni, məhəbbət və əksinə aiddir. Təvəlla və təbərra. Təvəlla həmin sevgidir. O 9-la 10. Təbərri də o sevgidən doğan məsələdir. Ki, biz o 9 sevmək, dostluq, düşmənçilik də elədir. Düşmənçilik dostluqdan əmələ gəlir. Düşmənçiliyi doğuran məsələ dostluqdur. Nəinki yaradana, yaradanla, yəni yaratmaq ayrı şeydir. Kimlənsə dostluq, kimlənsə düşmənçilik yaratmır. Və yaxud düşmənçilik toxumun səhvdir. Yox, bir nəfəri sevəndə avtomatik onun düşməni ilə də düşmən olmalısan. Və bəzi yerlərdə Allah Teala bunu vacib eləyib. Təvəlli və təbərra, təbərri, sevmək və neynəmək? Düşmənçilik eləmək. Həzrəti Musaya Allah Teala dedi ki, mənə nə gətirmirsən? Dedi, namaz, dedi, sənindir. Oruc, dedi, o da sənindir. Sədəqə, dedi, o sənindir. Dedi, ya Allah, mən nə gətirməlidim? Dedi, ya həllə valəytəli və adəytəli. Ya Musa, mənə görə sevibsən, mənə görə düşmən olmuşsan, budur mənim ki. Yəni, gərək məhəbbət eləyəsən mənə görə, düşmənçilik eləyəsən mənə görə. O baxımdan deyirdim, o düşmənçilik sevginin böyründə gəlir. Yəni, müsbətləri sevmək, mənfilərə də düşmən olmaq. Adam müsbəti sevə, mənfiyə düşmən olmasa, bu sevgisi qarışıqdır, puçdur. Düzgün sevgi deyir. Dini mətnlərdə də gəlir. Məsələn, Qur'an-ı Kərimdə də. Allahı sevmək, Allahın bəndələri, yuhibbunəhu və yuhibbunəllah. Onlar Allahı sevərlər, Allah da onları sevər. Yaxşı. Və bəzən də Allah Teala, bəzən yox, çox yerdə Allah Teala əmr edib, əvvələn ümumi bəndəsini sevməyə. Ümumi, bütün insanlar Allahın bütün bəndələri, bütün məxluqatını sevməlidir. Onun içərisindəki insanların xüsusi insanlar var, Allah Teala onlara da xüsusi məhəbbət eləməyi vacib eləyir. Məsələn, səhv eləmirəmsə, Ərəf surəsindədir, deyir, bir dəstə Mədinədə çıxmışlar, elə bil indi o bəzi dəstələr var, indi onlar kimi
Peyğəmbəri qoymuşlar qırağa, deyirlər biz elə birbaşa Allaha məhəbbətimiz var da, şeytanın yoludur da. Şeytan Allahı inkar eləmirdi ki. Şeytan deyirdi, Adəmi qəbul eləmirəm. İndi bir dəstə insanlar da var, özləri istəyirlər bir məktəb var, son çıxardıb özlərinə bir ulduz olarlar yeryüzünü, deyirlər, biz Allahı qəbul edirik, ondan başqa heç nə qəbul eləmirik. Dini qəbul edirik, ondan başqa heç nə qəbul edirik. Amma Allah Teala onlara elə o vaxt Həzrət Peyğəmbər yaşayanda cavab verdi ki, İn kuntum tuhibbunallah fəttəbiuni yuhibbukumullah. Əgər siz istəyirsinizsə, mən demirsiniz Allahı sevirik, qarşılıqlı olmalıdır axı. Bir nəfər gəldi Əl-İslam dedi ki, mən çox sevirəm səni, çox istəyirəm səni. Həzrət dedi ki, get də yalan danışma. Deyir, sən mənim içimdən xəbərdar ola bilərsən, bəyəm. Dedim, mən sənin içimdən də xəbərdar olanmasam, öz içimdən xəbərdaram. Sənin mənə sevgin olsaydı, mənim də avtomatik daxilən sənə sevgim olardı, o da məndə yoxdur. Mən sən yalan danışırsan. Buna Allah da cavab verir. Dedi ki, İn kuntum tuhibbunillah fəttəbiuni yuhibbukumullah. Əgər siz həqiqətən Allahı sevirsinizsə, gedin mənim Peyğəmbərimə tabi olun, onunla mən də sizi sevim. Onların sevgisinin şərtini Allah bu cürə bağladı, əmr elədi. Gedin Peyğəmbərə sevin, sonra gəlin mənim sevgimin ardıycan. Yaxşı? Və bunun kimi ayələr, hədislər var dinimizdə. Biri də həmin Şura surəsində olan ayədir ki, Allah Teala Həzrəti Peyğəmbərə Əhl-i Beyt sevgisindən danışırdı. O da biz Əhl-i Beyt sevgisindən danışırdı. Deyirdi ki, La əsəlukum əleyhi əcrən illəl məbəddətə fil qurba. Mən Peyğəmbəri 23 illik ki, bunlara Peyğəmbərlik eləmişəm. Bu 23 il bizə sadə gəlir. Peyğəmbərlik eləmişəm, bu da 3 kəlmə sözdədir də. Amma bəşəriyyətə Həzrəti Peyğəmbər nə verib, hələ bəşəriyyət özü hələ də başa düşmür. Hələ də başa düşmür. Getdikcə başa düşəcək, amma yenə də axıra qədər başa düşür. Qiyamətdə görəcək bu bəşəriyyət. Ermənisi də, Rusu da, Gürcüsü də, İngilisi də, ondan sonra bütün Afrikalısı da, Asiyalısı da, hamısı biləcək ki, Peyğəmbər nə imiş. Allah bu Peyğəmbərin bütün bu zəhmətlərinin müqabilində nədir? Peyğəmbərə deyir ki, heç bir Peyğəmbərə Allah deməyib əcr istə. Bütün Peyğəmbər deyir ki, in əcrə illə aləlallah. Mənim əcrim Allah tərəfindəndir. Amma məhz Həzrəti Rəsulullaha deyir ki, denən mən əcr istəyirəm. Nədir o əcr? Deyir, məvəddətə fil qurba. Mənim əhl-i beytimə neyinin? Məhəbbət eləyin. Özə Quranda az gəlin məvəddət kəlməsi. Məvəddət kəlməsi adətən məhəbbətə də deyə bilərdik. Yəni Allah Teala məhəbbət də illəl məhəbbətə fil qurba deyə bilərdik. Amma məhəbbətdə sinixiyyət şərt deyil. Mən onu sevirəm, o məni sevməsə də mənim sevgim elə sevgidir. O onu sevir, əks tərəfdən cavab olmasa da, heç bilməsə də, yenə bu məhəbbətdir. Amma məvəddət o cürə deyir. Məvəddət gərək nə ola? Qarşılıqlı ola, sinixiyyət ola, uyğunluq ola. O da ki, məsələn, mənası sadə şəkildə bu az çərçivə vaxtında bunu deyə bilərik ki, məsələn, Allah Teala ki, Peyğəmbərə deyir ki, denəm əhl-i beytimə məhəbbət eləsinlər, əhl-i beytimə məhəbbət eləsinlər, məvəddət kəlməsi ilə deyir. Bunun mənası deyir ki, elə, sən bu sevgi Leyli Məcnunun sevgisi kimidir. Arta bilər, azala bilər, nə bilim, ola bilər, geçsin, sonra təzədən qayıtı, yox, belə deyir. Gərək sizin sevginiz elə olsun ki, sinxiyyəti olsun, uyğunluq olsun. O uyğunluq da necə olmalıdır? Mənim sevgim elə dərəcədə olmalıdır, elə bir çərçivədə xalis olmalıdır. Tərəfin sevgisini cəzb eləməliyəm. Tərəfin sevgisini cəzb eləməliyəm. Yəni, mən əhl-i beyti elə bir formada sevməliyəm ki, əhl-i beyt də məni sevsin. Mənim sevgim, məhəbbətim nə qədər olursa olsun, əgər əhl-i beytin sevgisini cəzb eləməmişəmsə, o sinxiyyəti, o uyğunluğu yaratmamışamsa, deməli, hələ nədir? O sevgi tam yerində deyir. Ona görə də əhl-i beyti sevmək, hubbəliyin ibadətin. Əlini sevmək ibadətdir. Peyğəmbər deyir, ya Əli, səni ancaq möminlər sevəcək. Səninlə də düşmən olanlar ancaq münafiqlərdir. Bir adam əli ilə düşməndirsə 100% münafiqdir. Bir adam əlini sevirsə 100% mömindir. Yaxşı, görürsünüz Peyğəmbər əleyhissalama məhəbbət, minlərlə bu cürə bizim hədisimiz var, vaxtımız yoxdur sadəcə. Həmin o elə ayə, bu bir miqdar, ayənin də barəsində çox danışmaq olar. Əhl-i beyt Allah yanında o qədər sevimlidir, o qədər məqamları alidir, o qədər ucadır ki, Allah ümməti İslamdan
Peyğəmbərin zəhmətinin müqabilində yeganə istədiyi nədir? O Əhl-i Beytə nədir? Sevgi və məhəbbətdir ki, Həzrəti Peyğəmbərin vəsiyyətlərində, həyatında da o çox. Belə deyək, əgər insan istəsə Allah onu sevsin. Bir adam istəmir, Allahla da arası yoxdur. Heç önəmli də deyir onun üçün. Allah onu sevsin, sevməsin. Ümumiyyətlə də din, axirət, Allah, mənəviyyat bunun proqramında yoxdur. Onunla işimiz yoxdur. Amma bir adam əyninə din köynəyi geysə, özün dindar hesab eləsə, özün Allah bəndəsi hesab eləsə, hətta dinindən asılı olmayaraq, istəsə ki, dinə mənsub ola, axirətə əqidəsi ola, istəsə ki, axirətdə əli boş qalmaya, gərək o Peyğəmbərin, Əhl-i Beytinə məhəbbət eləyə. Biri də deyir, niyə? Niyə Allah belə qoyub? Bir də bu boyda veriliş açıbsa, 2 dənə kamera qoyubsa, 1000 dənə şeyim var, qanunum var. Mən istədiyim kimi gəlib, istədiyim vaxt burada çəkiliş edib gedə bilərəm? Yox. Niyə? Çünki bura sənə məxsusdur. Bunun özünə görə nəzm-i nizamım. Allah bu boyda dünyanı yaradı, bu boyda nəzm-i nizamı qoyub. Gecə gündüz sən yatırsan, ölürsən, özündən xəbərin yox. Allah sənə rübubiyyət eləyir. Allah sənə hava verir, oksigeni verir. Səni yatırdan da Allahdır, səhər yuxudan durğuzan da Allahdır. Elədir, onun da qanunu budur. Bir mənim istəyirsiniz, sevgim sizə aid olsun, mənim Peyğəmbərimi, mənim Əhl-i Beytimə sevməlisiniz. Çox sağ olun. Qısa olaraq, daha doğrusu qısa oldu, amma inşallah bir nəticə çıxar izləyicilərimizə. Təşəkkür edirik. Mən də sizə. Belə izləyicilər, bir verilişin sonuna gəlib çatdıq. Əhl-i Beytə məhəbbət haqqında müzakirə apardıq. Müzakirə bağlı verilişimizə İlahiyyatçı Hacı Əhliman Rüstəmovu dəvət etmişdik. Növbəti həftə görüşmək ümidi ilə sizdən ayrılırıq. Allah amanında. Sağ olun.